var. Ve bunun Rusya'da yaşayan Azerbaycanlılar ve Rusya'da yaşayan gayri-Ruslar üzerinde yaratmış olduğu sosyolojik ve psikolojik olarak yarattığı travma var. Bütün bunlar olmamış kimi hələ bir də Rusiyanın iç işlərinə qarışma kimi bir qılıq uydurulmağa çalışılması qəbul edilməzdir. Ayıbdır, utanmazlıqdır. Bundan ötürü bu insanın, bu şəxsin üzr istəməsi gərəkir. Bugün də mən bir yazı yazıb Rus ictimaiyyətinə yönəlib... Üzr istəyirəm, siz Tolstoyun üzr istəməyini nəzərdə tutursunuz? Bəli, Onun bəli. üzü qalıb ki, üzr istəsin. Çok doğru deyirsiniz. Yani üz olmayandan sonra Onun istenecek bir üzünü şey de kalmaz. 2000-ci ildə itirdi məlum hadisədən sonra. Buyurun Aygün xanım, üzr Bəli. istəyirəm. Ve sonra bunlar niye baş verir Rusya'da? Sonra siz bayaq ne güzel bir şekilde söylediniz. Ben teşekkür ediyorum size. Hadiselerle bağlı çünkü ictimaiyyəti bilgilendirmek lazımdır ki bu məsum, bilinmeden olunan bir hadise falan değil. Bu düşünülmüş bir şekilde icra edilen bir hadisedir. Çünkü Yekaterinburg'da yeteri kadar Azerbaycanlıların nüfuzu var. Artı Putin'de dahil olmakla bütün Rusya'nın borçlu olduğu o vilayette, Tümen vilayeti ile Yekaterinburg'un arası 300 kilometredir. Bir kahramanın bütün Tümen'in Rusya'nın iktisadiyatını borçlu olduğu bir Ferman Salmanov faktörü var. Nece olabilir ki Tümen, ona yakın olan Sverdlovsk eyaleti bu kadar acımasız bir şekilde Azerbaycan Türklerine yönelik bu saldırını eləsə, peki Rusya'da neler olur? Mənəsində bunları yani veya Putin Rusyası bunu niye eləyir? Aqil müəllim çox düz dedi. Bakın Rusya'nın hazırki vəziyyətinə baxın, Suriyadaki məsələlərdən sonra Rusya'nın Ağdeniz bölgesi hafızasıyla ilgili Rusya'nın herhangi bir orada rahat hareket edeceği bir arena kalmadı. Basra Körfəzinə ilə bağlı Rusya'nın bir hareketi yoktu. Avropa ile Ukrayna savaşına göre hem siyasi hem iktisadi hem de medeni olarak ambargo uygulanmaktadır Rusya'ya. Yani Rusya'nın en çetin vəziyyətində Türkiye Recep Tayyip Erdoğan'ın öncülük ettiği Türkiye ve Azerbaycan Rusya ile bağlı bölge ülkesi olduğu için, komşu ülke olduğu için qədirşünaslıq örneği olan bir siyaset hayata geçirdi. Daha yeni İran'la, Rus vətəndaşlarla siz de gösterdiniz hangi seviyede sağ salim bir şekilde Rusya'ya gönderildiği Azerbaycan tarafından ortadadır. Bakın üst üste meseleler koyduğumuz zaman ben çünkü elm insanı olarak elm her zaman belgelerle, senetlerle danışar. Hamasi, retorikanı sevmez elm. Ona göre de senetleri ortaya koyduğumuz zaman neye göre? Evvelce teyyare qəzası ki bu qəza değil, mənə göre cinayet. Bir cinayetin üstünün örtbastır edilmesinde Azerbaycan prezidentinin ortaya koyduğu qətiyyətli mövqeyə rağmen Rusya bir deyim var, alavere, dalavere elədi. Peskov bir açıklama yaptı, Zakharova bir açıklama yaptı, Putin ortadan danıştı. Hiç oralı olmadı. Yani hesap vermedi. Bu qəzanı törədənlərin məsuliyyətləri ilə bağlı dövlət herhangi bir açıklama eləmədi ve bizim ürəyimizi soyudan bir addım atmadı. Bunun üstündən keçdik. Azerbaycan parlamentinin milletvekilini hiçbir şey söylemeden Rusya sərhəddi içərisində buraxılmadı, geriye gönderildi Azerbaycanın milletvekili, bu qəbul edilmezdi. Bakın bizim hoşgörümüzde Azerbaycan'ın olması gereken de budur. Dünyanın örnek alması gereken bir tolerant, hoşgörüm Azerbaycan'da tarihi bir geçmişi var. Bugün Azerbaycanlı bir Azerbaycan parlamentinin milletvekili sizin programda Rus dilinde danışır. Ben de dahil olmakla biz hiçbirimiz buna itiraz eləmirik. Normalda itiraz edilmesi gereken bir nöqtədir. Çünkü Azerbaycan parlamenti adı üstündedir. Ama biz o hüsn niyyəti bildiğimiz için deyirik ki olsun. Biz illerce burada qardaşca yaşamışıq. Bir ürək düşüncələrini ana dilində daha yaxşı ifadə eləmək istəyir. Ona görə də Azərbaycanın bir televiziya proqramında onun öz dilində danışmasını belə məsələ eləmirik. Elənməlidir, elənməməlidir. Mən bunun mübahisəsini doğurmaq istəmirəm. Mən fakt
fakt verirəm. Amma Rusiyanın televiziyasında Rusiya devləti tərəfindən finanse edilən Savalyov adlı bir faşistin, bir Azərbaycan düşmanının, bir Türk düşmanının, bir Velkorus şovinizmi şəxsi mənfəətləri üçün arena olaraq istifadə edən bir insanın hər gün Rus ictimaiyyətinə pompaladığı, Rus ictimaiyyətinə empoze etdiyi bir qeyri-millətlər düşmanlığı var. Bu hadisələrin hamısının altında o var. Putinin yapması gereken Savalyov'un bu çıkışlarının bu cinayetin törənməsindeki rolu üzerine bir açıklama yapmalıydı. Rus ictimaiyyətini hoşgörüye davet eləməyiydi. Çarlıq Rusiyası döneminde Stolopinin islahatından itibaren Rusya'da hiçbir zaman Rus olmayan akaliyyətli azınlıklar da demək istəmirəm əslində. Çoğunluqlardır çünkü. Qeyri-Ruslara qarşı belə bir münasibət olmuyor. Mən siyasi tarih uzmanıyam. Siyasi tarih alanında çalışan bir insanım. 19. yüzyılın sonlarında, 20. yüzyılın başlarında Çarlıq Rusiyasının Dumasında Rusya Müslümanları adında bir partiya var idi ki, Azərbaycan Türkləri də bunun öncülüyünü yapırdı. Orada onlar öz fikirlərini azad bir şekilde ifade edirdilər. Bugünkü Rusiyanın Devlet Dumasına ve parlamentteki diğer partiyalara baktığımız zaman şoven, ırkçı, nasist, Veliko Rus şovinizminin kulminasiyasını yaşayan partiyaların varlığını görürük. Bu Azərbaycana zərər verməz. Bu Özbəkistana zərər verməz. Çünki Özbək Türklərinə, Qazaq Türklərinə, Qırğız Türklərinə Düz də deyirsən eyni Günxan, bu münasibət var. SSR-nin 88-ci il hadisələrinə oxşuyur. Eyni Çox talihi sağ olun. yaşayacaq Rusiya. Birebir eynidir. Bu Rusiyanın özüne zarar verir. Rusya harici siyasette bu kadar sıkıştığı bir zamanda, çünkü bir imparatorluğun davamıdır Rusya. Bəli. İmparatorluqda müxtəlif millətlər, müxtəlif dinlər olar. Siz Aygün ortak xanım, bir üzr istəyirəm. şəmsiyyə, buyurun. Bir məqam var. Biz Peskovun stat gətirdi. Mən çox xahiş edəcəm o görüntülər də verilsin. Çünki orada əlavə də edib ki, hüquq mühafizə orqanlarının işi demarşlar üçün səbəb olmamalıdır. Xahiş edirəm səsli qulaq asaq Peskovun dediyinə. В настоящий момент в повестке дня такого разговора нет, но, с другой стороны, если он потребуется, конечно же, он состоится в самое... Agil müəllim, Rusça bilirəm, nə dediyini eşitdim, amma başa düşə bilmədim. İndi sizdən soruşacağım ki, nə dedi o? Çünki həqiqətən də bu bir Peskov açıqlaması deyildi ya da elə Peskov açıqlaması idi. Elə indi məlum oldu ki, Yekaterinburqda o yaradılmış istintaq, nə bilim, nəzarət komissiyası, uzun da bir ad